22-sində saat 22 radələrində 2008-ci il təvəllüdlü Sariyev kəsici alətlə qətlə yetirilib. APA'nın yerli müxbirinin əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qətlə yetirilən məktəbli 2008-ci il təvəllüdlü Sariyev Elman Etibaroğlu Mingəçevir şəhəri İ-Kişiyev adına 17 nömrəli tam orta məktəbinin şagirdi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə polis orqanlarında araşdırma aparılır.